Xalqların böyük köçü Avropa Hun və Axun dövlətləri. Böyük Hun dövləti dövründə türk xalqları daha geniş ərazilərdə yaşamağa başladı. Türklərin Asiyada yaşadıkları ərazilər əsasən sərt iqlimə malik çöllər idi. Onların əsas məşğuliyyəti maldarlıq və ovçuluq idi. İqtisadi çətinliklər, quraqlıq, əhali sıxlığı və otlaqların çatışmaması köçlərə səbəb olurdu. Türklər otlaqları bol olan yeni yurt tapmaq üçün bəzən iqtisadi baxımdan daha əlverişli ərazilərə köç edirdilər. Siyasi və sosial hadisələr də türklərin yer dəyişməsinə təkan verirdi. Tarix boyu heç bir dövlətin əsarəti altında yaşamağı qəbul etməyən türklər dövlətlərini qurmaq üçün yeni ərazilərə köç etməyə ehtiyac duymuşlar. Əhalinin sayının sürətlə artması da köçə səbəb olan amillərdən idi. Demək, köçə səbəb olan amillərdən biri əhalinin sayının artması, siyasi-sosial hadisələr, eyni zamanda otlaqların az olması, başqa otlaqlara ehtiyac olması. 4-7-ci yüzilləri əhatə edən bu köçlər xalqların böyük köçü adlanır. Baxın, burada diqqət edin. Türk dövlətlərlə bağlı bu hissədən çox sual gəlir ki, məsəl üçün, falan dövlətlər üçün oxşar cəhət göstərin, yazır xalqların böyük köçü dövründə yaranması. Demək, biz böyük köçün tarixini bilməliyik ki, onun böyük köç dövründə yaranıb yaranmadığını bilək. Demək, böyük köç nə vaxt olubdu? 4-7-ci əsrlərdə olubdu. Və Hun adı ilə tanınan bu tayfalar qərbdəki məhsuldar torpaqlara doğru hərəkət edərək İdil çayını keçib geniş ərazilərə yayıldılar. Onların təzyiqi altında Alanlar, Qotlar və digər xalqlar da Mərkəzi və Qərbi Avropaya köçməyə məcbur oldu. Deməli, bunlar hara köçdülər? Mərkəzi və Qərbi Avropaya köçdülər. Hunların bir qolu Ön Asiya istiqamətinə, digər qolu isə Mərkəzi Asiyanın cənubuna doğru hərəkət elədi. Demək, bir qol hara hərəkət elədi? Ön Asiya istiqamətinə. Digər qol hara hərəkət elədi? Mərkəzi Asiyanın cənubuna doğru hərəkət elədi. Hunlar qərbə hərəkət edən zaman 4-cü əsrin 70-ci illərində Don və İdil çayları arasında Alanlara məxsus əraziləri tutdular. Sonra onlar Don çayını keçib Azov ətrafı ərazini, Terek və Kubanı ələ keçirdilər. Sürətli yürüşlə Krıma tərəf hərəkət edən Hunlar həmin ərazilərdə yaşayan Qotlarla üzləşdilər. Qotları məğlub edən Hunlar Balamir xanın rəhbərliyi altında Avropa Hun dövlətini yaratdılar. Demək, Avropa Hun dövlətini kim yaradıb? Balamir xan yaradıbdı. Qərbə doğru irəliləyən Hunlar indiki Macaristan ərazisində məskunlaşdılar. Beləliklə, Cənub-Şərqi Avropanın İdil çayından Dunay çayına qədər ərazisi Hunların nəzarətinə keçdi. İdildən Dunaya qədər ərazi Hunların nəzarətinə keçdi. Avropa Hun dövlətinin qüdrəti Attilanın dövründə daha da artdı. Dövlətin sərhədləri şərqdə İdil çayından, qərbdə Reyn çayına, cənubda Balkan yarımadasından, şimalda Baltik dənizi sahillərinə qədər geniş bir ərazini əhatə elədi. Deməli, şərqdə İdildən, qərbdə Reynə, cənubda Balkandan, şimalda Baltikə qədər ərazi genişləndi. Attila 434-cü ildə Bizansla, yəni Şərqi Roma ilə bağladığı müqavilə ilə ticarət əlaqələrini tənzimləmiş, Bizansı illik xərac ödəməyə məcbur eləmişdi. Demək, Bizansı illik xərac ödəməyə məcbur edən kim oldu? Attila. Neçənci ildə? 434-cü ildə. Bununla da qərbdəki hakimiyyətini möhkəmləndirməyə nail oldu. Hun imperiyası Bizans və başqa şərq ölkələri ilə aktiv ticarət edirdi. Lakin Bizans hər vasitə ilə Hunları zəiflətməyə, hədiyyələr verməklə onlara tabi olan xalqları ayağa qaldırmağa, yəni onlara qarşı çıxmaq istəyirdi. Attila bunlara dözməyərək Konstantinopolun qala divarlarına qədər getdi. Qorxuya düşən Bizans imperatoru 447-ci ildə tez Attila ilə danışığa başladı, böyük məbləğdə illik xərac verməyə razılaşdı. Demək, Attila 2 dəfə onları xərac verməyə məcbur edib. 434, 447. Bizansı bac verməyə məcbur edən Attila Qərbi Roma imperiyası üzərinə yürüşə başladı. Bilinir ki, Qərbi Şərqi Roma 395-də yarandı. Deməli, Bizans tabe eləyir, indi gedir qərbə doğru. Və Qalliya, indiki Fransaya hərbi səfər təşkil edir. Onlar Burqundiyanı işğal eləyib, Orlean şəhərinə çatırlar. Demək, Burqundiyanı işğal eləyir, Orlean şəhərinə gəlib çatır. 451-ci ildə Katalan çölündə Qərbi Roma ilə Attilanın ordusu qarşılaşır. Buna diqqət edin. Katalan döyüşü Roma imperiyası ilə yox, Qərbi Roma imperiyası ilə olubdu. Demək, Qərbi Roma ilə Attilanın ordusu qarşılaşır. Roma ordusunda Hunlar tərəfindən dəfələrlə məğlub edilmiş Qotlar, Franklar, Şərqi Avropa xalqlarından muzla tutulmuş çoxlu döyüşçü, muzda pul, yəni pulla tutulmuş döyüşçülər də iştirak edirdi. Demək, Romanın qoşununda
Qotlardır, Franklardır, eyni zamanda da Muzlu qoşun iştirak edir. Qanlı döyüşdə hər iki tərəfdən minlərlə döyüşçü həlak oldu. Gecə Roma ordusu geri çəkildi. Attila Roma ordusunu döyüşçülər arasında yayılmış xəstəliyin əsgərlərinə keçməsinə ehtiyat elədiyi üçün onları təqib eləmir və yeni səfərə hazırlaşır. Attila 452-ci ildə Romanın şəhər və kəndlərini ələ keçirərək xeyli qənimət əldə edir. O Romaya sığınmış qotları Katalan döyüşündə düşmən tərəfinə döyüşdüklərinə görə cəzalandırır. Deməli 452-də Romaya doğru hərəkət edir. Və bu zaman Romaya sığınmış qotları, hansı ki qotlar var idi, dedik Katalonda Attilaya qarşı vuruşdu. Onları cəzalandırır. Onlar Roma şəhərinə qədər irəliləyirlər. Attila Roma papasının, yəni xristianların dini başçısı olan papa xahişindən şəhər tutmaq fikrindən daşınır. Beləliklə Hunlar Qərbi Roma üzərində üstünlük əldə edirlər. Roma səfərindən qayıtdıqdan sonra Sasanilər üzərinə yürüşə hazırlaşan Attila, yəni İran üzərinə müəmmalı şəkildə ölür. Yəni Sasanilərə hücum edə bilməyibdi, ölübdü. Hun dövlətinə tabe edilmiş xalqlar baş qaldırır. Qotlar Hunlara qarşı üsyan edirlər. Attiladan sonra hakimiyyətə gələn varisləri dövlətin qüdrətini qoruyub saxlaya bilmirlər. Hunlar Qara dənizin şimalına doğru geri çəkilirlər. 470-ci ildə Avropanı lərziyə salan Avropa Hun dövləti süquta uğrayır. Demək, 4-cü əsrin 70-ci illərində yaranır, 5-ci əsrin 70-ci illərində süqut edir. Xalqların böyük köçü dövründə yaranır, böyük köç dövründə süqut edir. Burada Attila haqqında, Ayetsa haqqında məlumatlar verilib, buna diqqət edirik və Attila, Tanrı qırmancı Attila adlandırılıbdır. Ona da diqqət edək. Bu da bizim Tanrı qırmancımız Attila. Və burada da onun sinif məlumatlarına da diqqət edək. Burada da yenə Hunlar haqqında məlumat verilibdir. Elə 2-ci əsrdə yaşamış Dionisi Perigetin xəritəsində görürük ki, bu xəritəni Dionisi Perigetin xəritəsində Hunlar haqqında məlumat verilibdir. 5-ci əsr Bizans diplomat tarixçisi Hunlar haqqında danışıbdır. Eramızın ilk əsrlərində Mərkəzi Asiyadakı Hunlar Çin əsarətinə düşməmək üçün müxtəlif istiqamətlərdə köç etməyə başlayıblar. Onların cənub-qərbə doğru hərəkət edən hissəsi Ağ Hunlar, şimal-qərbə doğru köçən hissəsi Qərb və ya Avropa Hunları adlanıbdır. Qərb Hunların ilk başçısı Tanrı xan hesab olunur. Baxın, bura diqqət edək. Bu onun sizə verilən məlumatdadır ki, Qərb Hunların ilk başçısı Tanrı xandır, amma bu Hun dövlətinə aid deyil. Yəni Qərbi Hun dövlətinin yaradıcısı, Qərbi Hun dövlətinin başçısı olmayıb Tanrı. Qərbi Hun dövlətini bayaq dediyimiz kimi Balamir yaratdı. Sadəcə olaraq tayfa kimi onların ilk başçısı, yəni dövlət yox, eləcə Qərb Hunların ilk başçısı Tanrı xan olubdu. 2-ci, 3-cü yüzilliklərdə Hun Barsil tayfaları Tanrı xanın başçılığıyla Azərbaycanın şimalında möhkəmləniblər, sonra Anadoluya da yürüş ediblər. Yəni 3-cü əsrə aiddir bu. 2-3-cü əsrə. 374-cü də Balamir Qərb Hunlarının başçısı olubdu. Demək, Balamir 374-də Qərb Hunlarının başçısı olubdu. Alanları qərbə doğru sıxışdırıb və Oskot kralını məğlub edibdi. Hunların bir hissəsi Cənubi Qafqaza və Anadolu yarımadasının şərqinə yürüş ediblər. Onlar daha sonra Xəzər dənizinin qərb sahillərindən keçib, yenidən şimaldakı Hunlarla birləşibdilər. Şimali Qafqazı və Qara dənizin şimal sahillərini ələ keçirən Hunlar Dunay çayı istiqamətində hərəkətə keçibdilər. Və burada da baxın, Avropa Hun dövlətinin ərazisi göstərilibdir. Diqqət edəsək, Avropa Hun dövləti deyirik, çünki Avropanı əhatə edibdir. Avropa Hun dövləti görürükmü? Qara dənizin yuxarısı, Xəzərin şimalı, qərb sahətləri, eyni zamanda ta ki İtaliyanın üstü, yəni Qərbi Romanın yuxarısı geniş bir ərazini əhatə edibdir. Getdikcə güclənən Avropa Hun dövlətinin ərazisi şərqdə Ural dağlarından Dunay çayına qədər uzanıbdır. Burada da Attilanın hakimiyyətə gəlməyin idi verilib 434, amma hakimiyyətə gəlmə tək deyildi. Qardaşı Breda ilə birlikdə idi. 445-dən ölkəni tək idarə etməyə başlayıbdı. Onun dövründə Avropa Hun dövləti özünün qüdrətinin zirvəsinə çatıbdı. Və dünyanı titrətmək üçün doğulan, Tanrı qırmancı adlandırılan Attilanın ordusu bildik ki, çox geniş əraziləri ələ keçiribdir. Avropanın xeyli hissəsi Avropa Hun dövlətinə qatılıbdır. 451 bayaq da qeyd elədik, Katalon döyüşü oldu. Qərbi Roma imperatorluğu müxtəlif xalqlardan topladığı qoşunla bayaq qeyd elədik hansı xalqlardır. Attilanın ordusu üz-üzə gəldi. Bu haqda da məlumat verilibdir. Bu da döyüşdən əvvəlki proseslərdən danışır, Attila ilə deməli danışıqlardan, amma bunları bir də oxumuram, özümüz mənbəyə diqqət edərik.
Sadəcə burada bir dənə bir məqamı diqqətinizə çatdırım. Burada mənbədə alanların adı çəkilibdir, Veskotların adı çəkilibdir. Yəni onlara qarşı vuruşanlar içində, bu Katalan döyüşünün içində. Buna da diqqət eləyərik. Deməli Attila və Attilanın döyüşdən sonraki hadisələrdən danışaq. Burada əslində bayaq ətraflı məlumat verdik, amma nəyə diqqət eləyək? Burada konkret deyir ki, döyüş heç bir tərəfə tam uğur gətirmir. Bundan sonra Roma şəhəri üzərinə Attila yeriyir. Amma dedik ki, Papanın xahişindən bir də yoluxucu xəstəliyin geniş yayılmasını nəzərə alıb şəhərə toxunmur. Deməli, yoluxucu xəstəlik bir Katalondan sonra var. Bir də Roma üzərinə yürüşdə var ki, buna görə də şəhərə toxunmur. 453-cü ildə Avropa tarixçilərinin Makedoniya İskəndər və Qay Yuli Sezarla eyniləşdirdiyi Attila vəfat edir. Deməli, onun qurduğu dövlətin yerində yeni Türk dövləti yaranır. Attilanın ölümündən sonra hakimiyyətə böyük oğlu hakimiyyətə gəlmiş böyük oğlu qiyam qaldırmış Alman tayfaları döyüşdə qəhrəmancasına həlak olur. Bu hadisədən sonra Hunlar Qaradəniz sahilləri, Qafqaz və indiki Macar sərhədi məskunlaşırlar. Attilanın kiçik oğlu Caba Macarıstanın yeni dövlətin əsasını qoyur. Macarlar Caba haqqında çoxsaylı əfsanələr yaratmış, onun şərəfinə ölkənin paytaxtı Budapeştdə heykəl qoymuşdur. Deməli, Macarıstan paytaxtı haradır? Budapeşt. Burada kimin heykəli var? Attilanın oğlu Cabanın heykəli var. Onlar Avrasiyanın təkcə siyasi xəritəsinin və xalqlarının yaşadıkları ərazilərin deyil, həm də siyasi quruluşunun dəyişməsinə səbəb oldu. Yeni ictimai münasibətlər, feodalizm quruluşu yaranmağa başladı. Onlar Avropa xalqlarının həyatında dərin iz qoydular. Qədim türk xalqlarına olan Kimmer, Gürcü dilində pəhləvan, İskit sözü Pəhləvi dilində igid mənasını verdiyi kimi, bunların adı da Almanların və Qərb Slavyanların dillərində Bahadır, igid mənalarında işlənməyə başladı. Hazırda türk xalqları və Macarlar Hunların varisi hesab olunur. Orta əsrlərdə Göyçə gölü Gəlahun adlandırılmışdı. Orta əsrlərdə Hun qalası deyilən, hazırda Tovuz rayonu ərazisində Hun dərəsi adlı toponim qorunub saxlanılır və buranın əhalisi özlərini Hunların varisləri hesab edirlər. Harada? Tovuz rayonu ərazisində. Deməli, Göyçə C, Gəlahun, Göyçə ətrafındadır. Yəni, Göyçəni Gəlahun adlandırmışdılar. Hun qalası deyilən toponim isə Tovuz rayonu ərazisindədir ki, Hun dərəsi də deyirlər. Danışaq indi də Axunlardan. Çin sərhədlərindən cənub-qərb istiqamətində hərəkət edən Axunlar Qafqazdan Hindistana gedən uzanan geniş ərazilərdə məskunlaşdılar. Mənbələrə Azərbaycanda qədim dövrlərdə Kadusi, orta əsrlərdə isə Abdallı adlandırılan tayfaları Axunlar hesab edirlər. Deməli, əvvəllər Kadusi tayfaları deyildi, orta əsrlərdə Abdallı tayfaları deyildi ki, bunları məhz Axunlar hesab edirlər. Axunlar 4-cü əsrin ikinci yarısından Qobi çölündən Xəzər dənizi sahillərinə qədər uzanan geniş ərazidə öz dövlətlərini qurdular. Axunların qərb qonşuları Sasanilər, şimal qonşuları Göytürkləridir. 7-ci sinifdə də qeyd edildiyi kimi, Böyük Hun dövlətinin dağılmasından sonra onların böyük hissəsi İdil çayından qərbə doğru hərəkət etsə də, onların bir qismi qərbi Türkistana köçdü. Sasani dövləti ilə mübarizə aparan Hunlar 4-cü əsrin ikinci yarısında Axun dövlətinin əsasını qoydular. Bu dövlət 5-ci əsrdə hakimiyyətdə olmuş Eftalxanın adı ilə həm də Eftalitlər dövləti kimi tanınırdı. Axun dövlətinə Mərkəzi Asiya, Əfqanistan və Şimal-Qərbi Hindistanın bir hissəsi daxilidir. Baxın, xəritəyə baxaq, yuxarı Avropa Hundu. Görürük, Avropa Hun dövləti geniş bir imperiyanı əhatə edibdir. Xəzərdən soldadır. Amma Xəzərdən sağa, Mərkəzi Asiya tərəf. Bu ərazidə isə, baxın, Xəzərdən sağa doğru gedirik. Bura isə Axun imperiyası olub. Hansı götürük? Hindistanla. Baxın, Hindistan buradır. Aşağı Hindistandır. Hindistanı əhatə eləməyib. Hindistandan yuxarı, deməli, Axun imperiyası olubdur. Və bayaq dedik ki, Axunların, baxın, şimal qonşusu Göytürklər, şimalda Göytürklər və qərb qonşusu, görürükmü, Sasani dövləti olubdur. Bunu da göz yaddaşından yadımızda saxlasaq, daha yaxşı yadımızda qalar. Həmin bu Axunlar Axsuvar xanın dövründə fəal xarici siyasət yürüdübdür, qonşu əraziləri ələ keçiribdilər. 5-ci əsrin ortalarında Sasanilərə qarşı qalibiyyətli müharibələr apararaq İran yaylasının şərq hissəsinə və Türkistana hakim olublar. Axunlar 484-cü ildə Sasanilər üzərində növbəti qələbədən sonra Heratı tabe ediblər. Burada Axsuvar xan Turan taktikasından istifadə edibdir.
Aksuvar xan 430-da hakimiyyətə gəlmişdi. Firuz Şaha Sasani taxtına çıxmağa yaxınında kömək edibdi. Amma bu hadisədən az sonra Firuz Şah Aksuvar xana qarşı çıxıb, Axunlarla müharibə başlayıbdı. Düşmənə qarşı Turan taktikasından istifadə edən Aksuvar xan Sasani ordusunu mühasirəyə alıbdı. Firuz Şah hər iki ordunun döyüşçülərinin gözləri qarşısında Axun hökmdarının qarşısına diz çöküb bağışlanması üçün yalvarıbdı. Aksuvar xan da onu bağışlayıbdı. Amma çox keçmədən yenidən Axun torpaqlarına soxulubdu. Aksuvar xan döyüşdən əvvəl Sasani ordusuna hücum edəcəyi yollarla üstü örtülü xəndəklər qazdırıbdı. Firuz Şah da daxil olmaqla bu xəndəklərə düşən düşmən ordusu məhv olubdu. Firuz Şahdan sonra Sasani taxtına 1-ci Qubat, yəni onun oğlu çıxıbdı ki, 1-ci Qubat Məzdək hərəkatı nəticəsində ölkədən qovulubdu və bu zaman Axun hökmdarına sığılıbdı. Məzdək hərəkatı nə vaxt olmuşdu? Yadımıza salaq, Sasanilər dövründə idi. 481-529-cu ildə olmuşdu. Deməli, Axun hökmdarına sığınır Qubat, öz qızını 1-ci Qubada ərə verən Axun hökmdarı Məzdəklər hərəkatının yatırılmasında mühüm rol oynayır. 1-ci Qubatdan sonra hakimiyyətə gəlmiş Xosru və Nüşravanın anası da məhz Axun hökmdarının qızı idi. 6-cı əsrin əvvəllərində Axun dövləti daha da güclənir. Onun ərazisi Hindistan şimalından Aral gölünə, Tibet dağlarından Xəzər dənizi sahillərinə qədər uzanır. Axun ordusunda 700-dən çox döyüş fili olub. Demək, döyüş fili olanlardan biri də Axun ordusu olubdu. Deməli, nə vaxt? 6-cı əsrin əvvəllərində bu söhbət Mihraqul xanın dövründən gedir. Axun imperiyasının ən qüdrətli dövrü 6-cı əsr Mihraqul xanın adından bağlıdır. Deməli, onun dövründə yaxşı təlim görmüş, nizami orduya sahib olan Hunlar fasiləsiz yürüşlər edərək Hindistan şimal-qərbinin işğalını başa çatdırdılar. Baxın, bütöv Hindistanın yox ha, sadəcə şimal-qərbinin işğalını başa çatdırıblar. İmperiyanın ərazilərin genişlənməsi ilə idarə etmədə çətinliklər yaranır, tabi olan ərazilərdə etirazlar başlanırdı. Beləliklə, feodal əyanların müstəqillik arzuları güclənirdi. Bu dövrdə yenicə yaranmış Göytürk dövləti Axunlara qarşı hərbi müdaxiləyə başladı. Qonşular. 567-ci ildə öz qonşuları dedik ki, qonşuları Sasani və Göytürk idi. İndi qonşuları birləşir, Sasani, Göytürk və Axun dövlətinə son qoyurlar. 567-ci ildə onun torpaqları iki dövlət arasında da bölüşdürülür. Demək, Hunlardan yadımıza salaq, həm Qərbi Hun, həm Axun üçün oxşar cəhət nədir? Hər ikisi də erkən feodalizm dövründə yaranıbdı. Hər ikisi də xalqların böyük köçü dövründə yaranıbdı. Türk dövlətləridir və bir də nə deyə bilərik? Hər ikisi də 4-cü əsrin ikinci yarısında yaranıbdı. Axundan Qərbi Hun üçün oxşar cəhətdir. Danışaq Göytürkdən. Göytürk dövlətini qurmuş Aşina sülaləsi Hun mənşəli idi. 5-ci əsrin ortalarında Altay dağlarının ətəklərində məskunlaşan Aşina nəsli Avar dövlətinə tabi olub dəmirçiliklə məşğul olurdu. Demək, bu Aşina nəsli Avarlara tabi olub dəmirçiliklə məşğul olubdu. Bu nəslin başçısı Bumun Avarlara qarşı üsyan qaldıraraq 552-ci ildə paytaxtı Ötkən olan Göytürk dövlətini qurdu. Ötkən bizə hardan tanış gəldi? İlk Hun dövləti olan Mərkəzi Asiya Hun dövlətinin məhz paytaxtı Ötkən olmuşdu. İndi Göytürklərdə mərkəzi Ötkən olur. Neçəncidə yaranır? 552-ci ildə. Kim yaradır? Bumun yaradır. Bumun nəyin nəticəsində? Avarlara qarşı üsyan qaldırıb dövlət yaradır. Dövlətin şərq hissəsini Bumun xaqan, qərb hissəsini isə Yabqu titulu daşıyan qardaş idarə edirdi. Göytürk dövləti geniş ərazini əhatə edibdi. Türklərdə, yəni bu geniş ərazi olduğuna görə məsələn, bir hissəsini qərb qanadını idarə edənə Yabqu deyirdilər. Yabqu da Yavuq yaxın sözündən götürülübdü. Yabqu dövlətdə xaqandan sonra ikinci şəxs hesab olunur və hakim sülaləyə mənsub olurdu. Yabqu yaxın mənasını verən Yabuq sözündən götürülübdü. Bumun xaqandan sonra hakimiyyətə gəlmiş Göytürk xaqanların dövründə dövlətin ərazisi xeyli genişləndirildi. Göytürklər Qafqaz uğrunda gedən mübarizədə də həlledici qüvvəyə çevrildilər. Demək, Göytürklər Qafqaz uğrunda gedən mübarizədə də həlledici qüvvəyə çevriliblər. Buna diqqət edək. Ümumiyyətlə, Göytürklər Türk adını ilk dəfə rəsmi dövlət olaraq qəbul ediblər. Türk dövlətlərinin əraziləri çox böyük olduğundan dedik ki, onun qərb qanadına Yabqu başçılıq elədi və bu dövrdə də Yabqu İstəmi xandan danışırıq. Deməli, Muğan xaqan hakimiyyət dövründə Yabqu, yəni xaqandan sonra ikinci şəxs olan İstəmi xan dövlətin qərb vilayətlərini idarə edirdi.
Ağıllı, igid və tədbirli bir hökmdar olan Muğan xaqan tədbirləri nəticəsində Göytürk dövləti özünün qüdrətli çağını yaşayıbdı. O dövləti gücləndirərək ərazisini genişləndirmə siyasəti yürüdübdü. Muğan xaqan avarlara qarşı mübarizəni davam elətdiribdi, onları qovmağa nail olubdu. O qonşu dövlətləri, xüsusilə Çini asılı hala salıb. Deməli, Muğan Çini asılı hala salıb. Bunu yadda saxlayırıq. İstəmi xan Xəzərləri tabe etdikdən sonra Bizans üzərinə uğurlu hücum etsə də diplomatik münasibətlərə üstünlük verib. Demək, İstəmi xan isə Bizans üzərinə uğurlu hücum eləyibdi, Xəzərləri tabe eləyibdi, amma Bizansla daha çox diplomatik münasibətlərə üstünlük verib. Demək, Göytürklər eyni zamanda həm Çini tabe eləyiblər, həm Bizans üzərinə hücum eləyiblər. Baxın, Bizans üzərinə hücum eləməyi bayaq dedik, Qərbi Hunda da var idi. Qərbi Hunla oxşar cəhətdir. Əsas səbəb Sasanilərin ortaq düşməni olması diplomatik əlaqələrə üstünlük verməyinə gətirib çıxarmışdı. Sasanilər onların mühüm ticarət yollarından istifadə etməsini məhdudlaşdırmışdılar. Sasanilərlə birlikdə Axund dövlətinə son qoydular. Yəni, əvvəl Sasanilər dost idilər, getdilər, Axundlara son qoydular. Bayaq dedik 567-ci ildə. Bundan sonra keçmiş müttəfiqlər arasında narazılıq yaranır. İstəmi xan Sasanilərin Axundlara ödəkləri vergini indi Göytürklərə verməsini tələb edir. Yəni deyir ki, Sasanilərə son qoyduq. Həmin vaxtda elə bil ki, Sasanilərə vergi verirdilər Göytürklər, daha doğrusu Axundlar, özür istəyirəm. Deməli, baxın, Sasanilərlə birgə gedib son qoyurlar Axundlara. Yəni, Axundlara öz qonşuları son qoyur. 567-ci ildə. Axundlar da bu vaxta qədər, yəni Axundlar, Sasanilərdən vergi alırdı. Yəni, Sasanilər Axundlara vergi verirdi. Yəni, ta son qoydular, Sasani dedi ki, ta canım qutardı. Yəni, Göytürk dedi ki, sən bayaqdan Axuna verdiyin vergini indi mənə ödə. Təbii ki, bunu da istəməyən Sasani başlayır davaya və aralarında narazılıq yaranır. Ona görə keçmiş müttəfiqlər düşmənə çevrilir. Və müharibə nəticəsində üstünlük qazanan Göytürklər Soqdiana vilayətinə sahib olurlar. Muğan və İstəminin vəfatından sonra Göytürk dövlətində varislər arasında hakimiyyət uğruna mübarizə başlayır. Anaları Çinli olan şahzadələrin Çinlə yaxınlaşma cəhdləri bu Asiya Hun dövlətində də var idi və türk inanclarına yad olan buddizm yaymaq istəkləri dövlət daxilində ziddiyyətləri daha da artırır. Nəticədə 6-cı əsrin 80-ci illərində 588-ci ildə dövlət iki hissəyə, şərqi və qərbi Göytürk dövlətlərinə parçalanır. Dövlətin parçalanması onun iqtisadi və hərbi qüdrətini zəiflədir. Bu vəziyyətdən istifadə edən düşmən dövlətlər, xüsusilə Çin, mövqeyini möhkəmlətməyə nail olur. Çinlər 7-ci əsrin 30-cu illərində şərqi Göytürk, 50-ci illərində qərbi Göytürk dövlətini asılı hala salırlar. İkinci Göytürk xaqanlığı. Əsarət altına qalmaqla barışmayan türklər tez-tez üsyanlar edir, azad olmaq uğrunda canlarını fəda etməkdən belə çəkinmirdilər. Belə üsyanlardan biri 639-cu ildə təcrübəsindən istifadə etmək üçün Çinlilərin öz ordularına daxil etdikləri türk sərkərdəsi Kürşadın başçılığı ilə oldu. Üsyanda iştirak edən 40 nəfər qəhrəmancasına vuruşsa da məğlub oldu. 7-ci əsrin 80-ci illərində azadlıq mübarizəsi həllici mərhələyə daxil oldu. Bu mübarizəyə başçılıq edən Qutluq xan qalib gəldi. Beləliklə 682-ci ildə Çin əsarətinə son qoyularaq müstəqillikləri bərpa edildi və 2-ci Göytürk dövləti yaradıldı. Demək, diqqət edək. Kürşadın başçılığı üsyan məğlub olur. Bu, nə 1-ci Göytürk dövlətinə, nə 2-ci Göytürk dövlətinə aid deyil. Çünki dövlət süqut edəndən sonradır. Amma bundan fərqli olaraq Qutluğun başçılığı qalxan azadlıq mübarizəsi qalib gəlir və yeni dövlətin əsası qoyulur. Qutluq xan İltəris xaqan adı ilə dövlətin ilk hökmdarı olur. Ötkən şəhər isə yenidən paytaxt olur. İltəris xaqan özündən əvvəlki xaqanlardan fərqli olaraq Çinli qızla deyil, türk qızı ilə evlənir. Bununla da Çinlərin türk idarəçisinə müdaxiləsinin qarşısı alınır. Göytürklərin müstəqilliyinin bərpa edilməsində və möhkəmlənməsində həm cəsur sərkərdə, həm də alim olan Tonyukun da böyük xidmətlər olmuşdur. Sonradan İltərisin yaxın köməkçi təyin olunan Tonyuk ordunun və diplomatik işlərin təşkilində səlahiyyətli şəxs olubdur. Hətta Tonyuk qərb tarixçiləri türklərin Bismarck adlandırıbdır. Vaxtda da məlumat var, oxuyarıq.
İltəris Xaqan vəfatından sonra oğlanları Kültigin və Bilgə az yaşlı olduğundan hakimiyyətə Qapağan Xaqan gəlir. Onlar Qapağan Xaqanla birlikdə dövlətin qorunub saxlanmasında yaxından iştirak edirlər, idarəçilik təcrübəsi qazanırlar. Bu amil əmilərindən sonra hakimiyyətə gəlməkdə onlara kömək edir. 8-ci əsrin əvvəllərində Xaqanlıq taxtına Bilgənin hakimiyyət illəri İkinci Göytürk dövlətinin ən yüksək inkişaf dövrü hesab olunur. Demək, İkinci Göytürk Bilgənin dövründə ən yüksək inkişaf dövrünə qədəm qoyubdu. Dövlətin möhkəmləndirilməsində Bilgə Xaqanın yaxın köməkçiləri, qardaşı Kültiginin və məsləhətçi Tonyukun böyük rol olubdu. Onun dövründə Mərkəzi Asiyada olan digər türk tayfaları da Göytürk dövlətinə tabe olubdu. Bilgə Xaqan Göytürklərə qarşı düşmənçilik siyasəti yeridən Çin üzərinə uğurlu yürüş edib. Deməli, İkinci Göytürkdə Bilgə Çin üzərinə yürüş elədi, Birinci Göytürkdə Muğan Çin üzərinə yürüş elədi. Ancaq əvvəlcə Tonyukuk və Kültiginin, sonra isə Bilgə Xaqanın ölümü 8-ci əsrin 30-cu illərində İkinci Göytürk dövlətinin zəifləməsinə səbəb oldu. Şahzadələr arasında hakimiyyət uğrunda aparılan mübarizələr vəziyyəti daha da ağırlaşdırdı. Tabe edilmiş digər türk tayfaları, xüsusilə də Uyğurlar yaranmış şəraitdən istifadə edərək 744-də hakimiyyəti ələ keçirdilər. Demək, İkinci Göytürk 682-də yarandı, 744-də süqut elədi. Uyğurlar Mərkəzi Asiyada yaşayan türk tayfalarından idi. Onlar haqqında ilk məlumatlar 2-ci əsrə aiddir. Bir müddət Göytürklərdən asılı olan Uyğurlar onların zəifləməsindən istifadə elədilər. Göytürklərin hakimiyyətinə son qoyan Uyğurlar öz dövlətlərini yaratdılar. Paytaxtı Ordu şəhəri olan Uyğur dövlətinin qurucusu Qutlux Bilgə Kül Xaqan idi. Qutlux Bilgə Kül Xaqanın vəfatından sonra hakimiyyətə oğlu Moyonçur Xaqan gəldi. Onun hakimiyyətə gəlişi əvvəlcə narazılıqla qarşılansa da, o hakimiyyətini möhkəmləndirə bildi. Talas vadisində ərəblərlə Çinlər arasında baş verən döyüşdə Çinlər məğlub olub Mərkəzi Asiyadan geri çəkilməli oldular. Bəs Talas döyüşü nə vaxt oldu? 751-ci ildə oldu. Bir də 10-cu sinifdə verilən mənbəyə əsasən Çin mənbələrinin yazısına görə Göytürk Xaqanlığının ordusundakı ən mahir oxçular Uyğurlar olublar. 744-də Karluk və Basmol türkləri ilə birləşən Qutlux Bilgə Kül Xaqan özünü Xaqan elan etdi. Yəni Karluk və Basmolla birləşirdi. Uyğur Xaqanının paytaxtı Ordu şəhəri bayaq dedik. Çindəki Tansu ailəsini himayə edən Uyğur Xaqanları onları qiyamçıların çıxışlarından və qonşuluqdakı Tibetlərin hücumlarından qoruyurdular. Bunun qarşılığında onlar Çin imperatorundan ipəklə xərac alırdılar. Çinin ticarət yolları da Uyğurların nəzarəti altına keçmişdi. Bunu oxşar cəhət kimi Mete ilə oxşar götürə bilərik, yəni Asiya Hun dövləti ilə. Bir tərəfdən iqlim dəyişikliyi, digər tərəfdən Uyğurları döyüşməkdən çəkindirən maniçiliyin yayılması get-gedə dövləti zəiflətməyə başladı. 9-cu əsrin 40-cı illərində Qırğızların üsyanı nəticəsində Uyğur Xaqanlığı süqut elədi. 7-ci sinifdə Moyonçurdan danışırıq. Moyonçur Çinə yürüş edib, imperatorun hakimiyyətini bərpa edibdi. Çinlər isə əvəzində Uyğurlara ipəklə xərac ödəməli olubdular. Demək, Moyonçur Çindən xərac alıbdı, Çinə yürüş edib, imperator hakimiyyətini bərpa edibdi. Moyonçurla kimin oxşarı götürə bilərik? Muğanı götürə bilərik, Moyonçurla kim oxşar götürə bilərik, Meteni götürə bilərik, Moyonçurla kim oxşar götürə bilərik, məhz Bilgəni götürə bilərik. Moyonçur Xaqandan sonra hakimiyyətə Böyük Xaqan keçir. Onun dövründə Uyğurlar Çin üzərində nüfuzlarını daha da artıraraq ölkənin ticarət əlaqələrini nəzarətə götürürlər. Tibetlərin Çinə hücumu zamanı isə onların qarşısına Uyğurlar çıxır. Tibetlərin Çinə ələ keçirməsi Uyğurların buradakı üstünlüyünə, o cümlədən gəlirlərinə zərbə vura bilərdi. Buna görə də Böyük Xaqan onları məğlub edib Çindən qovur. Demək, Böyük Tibetləri qovur. Eynən Mete də Monqol və Tibetlərə qarşı mübarizə aparıb. Mete ilə deməli Böyücünün oxşarlığı Tibetlərə qarşı mübarizədir. Böyük Xaqan dövründən hökmdar və onun ətrafı maniçiliyi qəbul edir. Maniçilik yadımıza salaq, Sasanilər dövründə 3-cü əsrdə yayılmışdı. Adətən müharibə etməməyi təbliğ edirdi. Bu da Uyğur türklərin döyüş ruhunu aşağı saldığı üçün əhali arasında qəbul olunmurdu. Nəticədə Uyğur dövlətində dini pərakəndəlik baş verdi. 9-cu əsrin əvvəllərində xaqanların sui-qəsd öldürülməsi, dini pərakəndəlik Uyğur dövlətini zəiflətdi. Yaranmış şəraitdən tabe edilmiş tayfalar, o cümlədən Qırğızlar istifadə edərək 9-cu əsrin 40-cı illərində Uyğur dövlətinin varlığına son qoydular. Uyğurlar yüksək şəhər mədəniyyətə malik olan xalq olubdu. Onlar yeni şəhərlər salır, dağılmış şəhərləri bərpa edirdilər. Uyğur dövlətinin İpək yolu üzərində yerləşməsi şəhərlərin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə şərait yaradıbdı. Avropalardan əvvəl kağız istehsal edən Uyğurlar mətbə yaradıbdılar.
Mançilin yayılması üçün lazım olan kitablarda mətbəədə çap olunubdur. Uyğurlar kitab çapını Çinlilərdən öyrənmişdilər. Ərəblər isə bunu Uyğurlardan mənimsəmiş və Avropaya yaymışdılar. Uyğur xaqanın ərazisinə baxaq. Baxaq, mərkəzdə Ordu şəhəri. Çinin yuxarısı deyə yadımızda saxlaya bilərik. Xəzərlərdən danışaq. Xəzərlər Qərbi Göytürk dövlətinin varisi hesab olunur və Xəzər dövlətinin qurulmasına Xəzər, Barsil, Sabir və digər türk tayfaları iştirak edibdilər. Bu tayfalar hələ xalqların böyük köçündən əvvəl Qafqazdan və ona qonşu ərazilərdə yaşayıbdılar. Xəzər dövlətinin paytaxtları Bələncər, Səməndər, daha sonra isə İdil şəhəri olmuşdur. Xəzərlər Sasanilərin Azərbaycanda, eləcə də Cənubi Qafqazda möhkəmlənməsinə imkan vermədilər. Kimlərin? Sasanilərin möhkəmlənməsinə imkan vermədilər. Xəzər xaqanlığı Şərqi Avropa tarixində böyük rol oynadı. Bu dövlət adları çəkildikdə belə qonşu xalqları lərziyə salan ərəb sərkərdələrinin şimala doğru hücumlarının qarşısını aldı. Deməli, ərəblərin şimala doğru hücumlarının qarşısını kim aldı? Məhz Xəzərlər aldı. Xəzər dövlətinin başında Göytürk xaqanının əslindən olan xaqan dururdu. Qədim türk adətinə görə xaqan olacaq adamın boynuna bir neçə yerdən kəmənd atıldıqdan sonra onu sıxmağa başlayır və neçə il hökmranlıq edə biləcəyi soruşulurdu. Əgər xaqan bu mərasim zamanı söylədiyi vaxtdan çox hakimiyyətdə qalmaq fikrinə düşsə, onu hakimiyyətdən uzaqlaşdırırdılar. 8-9-cu əsrlər Şərqi Avropa tarixində Xəzər asayişi dövrü kimi xarakterize olunur. Neçənci əsr? 8-9-cu əsr. Bu dövrdə sıx meşələrdə yaşayan Slavyan qəbilələri Xəzər xaqanın icazəsi ilə Desna və Dnepr çayı arasındakı ərazilərdə yerləşir. Cənubda ərəb ordu ilə uzun sürən müharibələr aparan Xəzərlər şimala doğru çəkilirlər. Buradakı meşələrdə yaşayan Şərqi Slavyan tayfaları Xəzərlərə tabi olaraq vergi ödəməyə razılıq verirlər. Xəzər xaqanın ərazisinə baxaq, görəyim Qara dənizin üstündən biraz sağa doğru, Xəzərin üstündən yuxarıya doğru, Şərqi Avropanın, yəni buralar Ukrayna ərazisinə uyğun gəlir, Şərqi Avropanı əhatə edib Xəzərlər. Dövlətdə ikinci nüfuzlu şəxs Xaqan bəyi hesab olunurdu. O, Xaqan qarşısına sədaqət andı içib, vəzifəsini yerinə yetirməyə başlamamış, odun üstündən keçməli idi. Xaqanlığın dövlət dili türk Xəzər dili idi. Xəzərlər qalıqları dövrümüzə qədər gəlib çatmış, böyük şəhərlər salmışdılar. Şəhərlərin əsas əhalisini mərkəzdə yaşayan türklər təşkil edirdi. Hər bir şəhərdə müsəlman, xristiyan, yəhudi, tanrıçılığı təmsil edən üzvlərdən ibarət dövlət məhkəməsi fəaliyyət göstərirdi. Dövlətin iqtisadiyyatının əsasını əkinçilik, maldarlıq, sənətkarlıq təşkil edirdi. Xəzərlər ticarətdən əldə etdikləri gəlir, ərazilərdən keçən karvan yollarından alınan gömrük, habelə tabe edilmiş xalqların ödədikləri vergilər hesabına güclü ordu qurmuşdular. Ərəblərlə aparılan uzun sürən müharibələr qonşu türk xalqı olan Peçeneklərin Peçenek Xəzərə hücum edib. Peçenya Xəzər, belə yadda saxlayaq. Habelə dövlətin ərazisində müxtəlif dinlərin yayılması xaqanlığın zəifləməsinə gətirib çıxardı. Bundan istifadə edən Kiyev knyazlığı, yəni Slavyanlar 10-cu əsrin 60-cı illərdə, yəni 960-cı illərdə xaqanlığın şəhərlərini talayaraq çoxlu qənimət ələ keçirdi. Nəticədə Xəzər xaqanlığı süqut elədi. Yəni 965-də Xəzər xaqanlığı süqut edir. Amma Xəzərlərin adı 12-ci əsrə qədər bəzi mənbələrdə çəkilir. Amma onlar artıq öz əvvəlki qüdrətini itirmişdilər.